Aprelin 28-də Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Bir ömrün işığında insanlığa xidmətin ali nümunəsi mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən YAP sədrinin müavini, mərkəzi aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi elmə sədaqət, insanlığa xidmət və milli mənəvi dəyərlərə bağlılıq prinsiplərini özündə təcəssüm etdirir. O, insan sağlamlığının, milli və bəşəri dəyərlərin qorunması, intellektual və vətənpərvər gənc nəslin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi. Tahir Budaqovun sözlərinə görə Zərifə xanım Əliyeva göz xəstəliklərinin öyrənilməsi və profilaktikası sahəsində apardığı fundamental tədqiqatlarla oftalmologiya elminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdu. Onun elmi nailiyyətləri günümüzdə aktuallığını qorumaqla müasir tibbin inkişafına dəyərli töhfələr verməkdə davam edir. Tahir Budaqov vurğulayıb ki, Zərifə xanım Əliyeva ailə dəyərlərinə xüsusi önəm verən, övladlarının tərbiyəsinə böyük məsuliyyətlə yanaşan, qayğıkeş bir ana kimi yadda qalmışdır. O, müstəqil Azərbaycan dövlətinin qurucusu, bütün mənalı ömrünü vətəninin tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, sədaqətli və etibarlı silahdaşı olmuşdu. Məhz belə möhkəm mənəvi dəyərlər üzərində qurulmuş ailədə yetişən Cənab İlham Əliyev, Ulu Öndərin yoluna yüksək sədaqət nümayiş etdirməklə Azərbaycanı tərəqqi və zəfər zirvəsinə yüksəltmişdi. Natiq bildirib ki, bugün dövlət başçısının siyasi iradəsi ilə ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən tibb sahəsində ardıcıl islahatlar həyata keçirilir. Səhiyyə sisteminin modernləşdirilməsi, elm və təhsilin davamlı inkişafı üçün mühüm addımlar atılır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan humanitar layihələr də bu prosesə müstəsna töhfə olmaqla bərabər Zərifə xanımın zəngin elmi irsinin və ideyalarının yaşadılmasına xidmət göstərir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında bildirib ki, fədakarlığına, xeyirxahlığına və yüksək intellektinə görə insanların dərin hörmət və məhəbbətini qazanmış Zərifə xanım Əliyeva böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Onun mənəvi dünyası olduqca zəngin idi. Oftalmologiya elminin inkişafındakı xidmətləri isə əvəzsizdir. Fərhad Bədəlbəyli Zərifə xanım Əliyevanın sənətə və musiqiyə bağlı olduğunu, hər zaman sənətkarlara qayğı ilə yanaşdığını deyib. Natiq həmçinin söyləyib ki, bugün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın xalqa məhəbbəti və xidməti Prezident İlham Əliyevin, birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam edir. Çıxış edən Bakı Musiqi Akademiyasının professoru, xalq artisti, general-mayor Yusif Axundzadə bildirib ki, Zərifə xanım Əliyeva bənzərsiz işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya, ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara pay çatırdı. Onun ömür yolu parlaq səhifələrlə zəngindir. Onun simasında Nəcib Azərbaycan qadını, vəfalı ömürgün yoldaşı, fədakar ana obrazını görürük. Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zərifə Əliyevanın bacısı qızı Ayəndə Adilova qeyd edib ki, Zərifə xanım Əliyeva yüksək insani keyfiyyətləri ilə Azərbaycan qadınının ideal obrazını yaradıb. Zərifə xanım musiqisevər bir insan idi. Onun bacısı, mənim anam Gülarə Əliyeva, Dan Ulduzu instrumental ansamblını yaradandan sonra birlikdə ailə tədbirlərində tez-tez pianinoda ifa edirdilər. Musiqi onların evində daim səslənirdi deyə Ayəndə Adilova fikirlərinə əlavə edib. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Sonra konsert proqramı təqdim olunub.